Salam dostlar, Allah'ın salam olsun dostlar, qohumlar və tanışlara. Bugünkü mövzumuz biraz maarifləndirici bir mövzudur. Yəni istər qar yağanda, istər qar yağmayanda, istər yay fəsli, istər qış fəsli tarikalarınızda əgər yəni Crossfit antinaların tarikasında olan çətinliklərlə əlaqədar bir kəlmə mövzu olaraq maarifləndirim. Yəni qar yağdı, yağmadı və yaxud yay qış fəslində əgər tarikanızda hər hansı bir yerlənmə, tərpənmə və yaxud nə bilim qalovkasında ümumiyyətlə hər hansı bir qırıq-mırıq yoxdursa, yəni tərpətməyə ehtiyacı yoxdur. Adam var qar yağanda məsələn qalovkanın üstündə olan qarı təmizləyir. Təmizləyəndə istər Azərbaycan qalovkası olsun, yanı bağlanan, istərsə də üzərində olan bir şey. Oradan tərpənir və yaxud qırılır. İstərsə də altdan məsələsini təmizləyəndə tarikanın çubuqlarına hər hansı bir yerini toxunanda yenə də gəlib məsələsini qalovkanın elə vəziyyət yaranır ki, çubuqlar qırılır. Onun ən sadə versiyası tarikanın yuxarıdan aşağı hissəsinə, lap yuxarıdan, yəni siqnal yuxarıdan gəlir. Həmin vəziyyətdə tarikanın içərisini sığallayaraq, yəni tarikanın qarını təmizləyirsən. Ondan sonra yəni tertemiz ediləndən sonra başqa bir şey qalovkaya toxunmursan, yəni yalnız. Qalovkaya toxunduqda qalovka məsələn tərpənə də bilir, qırıla da bilir, çubuqlarını, xamutlarını qırıla da bilir. Yəni ən gözəli qalovkaya qəti əli vurmursunuz, bu bir. İkincisi də tarikanız möhkəmdirsə, ondan sabah yəni tarikanın içərisini sığallayaraq qar yağan vaxtı sığallayaraq yuxarıdan təpədən aşağı, ən çox siqnal yuxarıdan gəlir. Sığallayaraq tərtəmiz edərək əlinizi saxlayırsınız. Ondan sabahidəki, əgər tarikanız möhkəmdirsə yerində, o tarikanın qurcalamağa, tərpətməyə ehtiyacı yoxdur. Bir də, yəni əgər yerində oynamırsa, dubl mismarla vurulmayıbsa, tərpətməyə ehtiyacı yoxdur. Bir də ki, yəni dediyim kimi, tarikanın tərpənməyə əgər yoxsa, möhkəmliyi yerindədirsə, tarazlığı yerindədirsə, nə badər qalovkanın özünə, yandakı qalovkaya və yaxud nə bilinə əl vurmayın ki, o tarika olduğu yerdən tərpənərək siqnal vəziyyətini itirər. İstər Azərbaycan peyki olsun, istər Türkiyənin peyki olsun. Türkçət və yaxud Azərspes peyki olaraqdır. Və yaxud digər peyki. Ümumiyyətlə yəni tarikanı tərpətməyin. Bir də ki, onun ən çox yalan şeyləri, məsələn, bu vaxtda ki, mən hər bir insanın evində olduğu kimi, mən özüm də məsələn, cross ustasıyam, getdiyim yerlərdə məsələn rast gəlir. Öz evimdə də şəxsən bu vaxtda kimi 10 dənə qalovka, elektronik disik var, yəni tarikanın altında olan dəmir disik. Bir tərəfi 3 dənə, bir tərəfi 2 dənə olan bir disik, dəmir belə. Yəni ən bədə qalanda onlar narahat olur. Yəni bir girişi yanır, Azərbaycan göstərdir, Türkiyə göstərmir və yaxud da əks olaraq Türkiyə göstərdir, Azərbaycan göstərmir. Onlar yerlərini dəyişirsə, məsələn, orada tarikanın disikin üstündə altda o dəmir olan dediyim yəni onun üstündə LNB 1, 2, soldan sağda, yəni sağa da əqrəbi kimi. 1, LNB 1, LNB 2, LNB 3, LNB 4. LNB 1 əgər Azərbaycan peyki qoyulubsa, onun qoyun LNB 2 əgər yanıbsa, göstərmirsə Azərbaycan yəni 2-yə qoyun və yaxud 3-ə qoyun və yaxud 4-ə qoyun. 3-ə, 4-ə, 2-yə qoyduqca menüdə də gəlirsiniz, hara qoymusunuzsa, LNB 1 məsələn 1, 2, 3, 4. Yəni sağa da əqrəbi kimi. Orta hissə isə evdən gələni, orta hissəni orta hissə evdən gələn kabelə bağlıdır. Qıraqdakılar ancaq yalnız qalovkaların bağlanma şeyidir, yerləridir. Bir də çıxarıb 2-yə bağlamışsınız və yaxud 3-ə, 4-ə bağlamışsınız. Menüdə də gəlirsiniz, orada Azərbaycan kanalının üstündə girirsiniz, məsələn, ATV Xəzərdir. Menüyə girəndən sonra orada ustanovka antina deyilən bir yer var, peyk ayarları deyilən yer var. Həmən yerdə orada port 1, port 2, port 3, port 4. Yəni birinci disek yazanlar. 2 dənə orada disek var. Aşağıdakına yox. Yuxarıdakı birinciyə. Port 1 qoymuşsa port 1-ə, 2-yə qoymuşsa 2-yə, 3-ə qoymuşsa 3-ə və yaxud 4-ə 4. Yəni istər Türkiyə, istər Azərbaycan peyki. Hansı göstərmirsə, gəl yerini dəyişərək. Orada da dəyişdir. Məsələn 3-ə qoymuşsa gəlin bu menüdə də 3 eləyin. Və yaxud 4 eləyin, 2 eləyin, 1 eləyin. Yəni çöldə elədiyi əməli içəridə də menüdə onun dəyişirsiniz ki, siqnal gəlsin. Çünki onlarda məsələn disek girişi yeri paslana da bilir. Şunurun kabelini nətərdim içərisində sim
paslayıb quruyub düşə də bilir və ya düşməyə də bilir. Yəni yalnız onun özünüz açıb baxanda da baxırsınız, görürsünüz ki, həmin tranikin içərisində olan yer paslanıb çürüyüb və yaxud kabelin özü də çürüyüb. Kəsəndə də yəni kabelin o şteps olan, fırlanan yerin dirənənə kimi düzü bu boyda. Yalnız bu boyda məsələsində, yəni özü görürsünüz. Düz qara yerin çərtərək sim və kağız hissəsini belə arxaya çevirirsiniz. Çevirdikdən sonra onun ağ yerin, yəni bilməyənlər üçün deyirəm, yəni öz həmkarı ustalar yalnız bilir, olan məlumatı var. Qara yerin çərtərək, bir də ki sim və kağız yerin arxaya eləyərək ağ yerində kəsib tel yerin ətərdiyimi eləyirsiniz. Bir də ki tel yeri sim yerinə dəyməməlidir. Dəysə karotka verir, istər qalovka, istər aparat yana bilər. Yəni tellə sim yerin bir-birinə ştepsə salanda da içərisinə belə baxırsınız ki, görəsən o simin dəyib telə, yəni karotka vermir ki, yəni onu da diqqətlə nəzərinizə alasınız ki, yəni onu fikir verəsiniz. Yəni o şey nəzərə alasınız ki, dəyməsin. Onu da ştepsi bağlayandan sonra digər yerinə dediyim kimi tranikin kəsib doğrayandan sonra bağlıyorsunuz məsələsini tranikin bir yerinə. Ondan sonra həmin yerin tranika bağlanısı 1, 2, 3, 4, LNB1, LNB2 bağlıyorsunuz. Menüdə gəlib port 1, port 2, port 3, port 4 eləyərək onu yəni istədiyiniz çöldə qoyduğunuz kimi onu da eləsə qoyub içəridə aça bilərsiniz. Yəni istər Azərbaycan P2, istər Türkiyə P2. Qoşanda da yəni hansı göstərmirsə, Türkiyə və yaxud Azərbaycan P2 göstərmirsə, hər bir göstərməyən kanalın üzərində qoyaraq. Amma bir şeydə nəzərinizə alın ki, traniki içəridə aparatokda taxılı vəziyyətdə işlətməyin. Taxılı vəziyyətdə işlətsəniz, tranikiniz bir dəfəlik yanar, ömrü işləməyə də bilər. Onu da nəzərə alasınız. Tokdan çıxardım, çöldə çıxardandan sonra çöldə traniki qurcalayın. Tok vurmaq söhbəti yoxdur, Allah eləməsin. 5-6 motor məsələsi şeydir, gəlir o. Onun şey. Amma aparatokdan şeyi çıxardın yəni. Çıxardandan sonra gedin çöldə o tranik əməliyyatları nə tərtibdir? Dəmin tarikanın altında əməliyyatları yerinə yetirib əməl edəsiniz ki, 1-ə qoymusunuzsa, 2-ə qoymusunuzsa, 3-ə qoymusunuzsa, çöldə qoyduğunuz 3-ə qoymusunuzsa, gəlib menüdə də Azərbaycan P2 içərisində və yaxud orada yazıda məsələn kimsə qoya bilər Intelsatda, Hellasatda, Etosatda hansısa bir P2 qoyubsa, orada onu reqrafik edib port 1, port 2, port 3 və yaxud LNB1, LNB2, LNB3 3-dədirsə 3-də, 4-dədirsə 4-də qoyaraq ondan sonra o quraşdırıb siqnalını əldə edə bilərsiniz ki, Azərbaycan və yaxud Türkiyə P2-in P2 kanalların bərpa edəsiniz. Bu qədər. Yəni əlavə çətinlikləriniz olsa, mən istər YouTube kanalım, istər TikTok kanalımda ətraflı adlı rəylərinizdə fikrinizi bildirə bilərsiniz. Yalnız dediyim kimi tarixə tərpənmirsə, TikTok və yaxud YouTube səhifəmdə altda rəylər bölməsində əlaqə nömrəmdə istə bilərsiniz və yaxud da nə lazım çətinliyiniz varsa. Yenə dediyim kimi tarikanı nə bağda əgər möhkəmdirsə yeri, oynanmırsa, belə yerlərdə boşaraq döyürsə, yəni dəyməyin. Tarikalıq bir şey yoxdur. Yalnız onun altında olan 2 kabel var. Azərbaycan və Türkiyə P2 gələn kabelin dəmirə bağlanan kabeli var. Həmən o kabeli diseklərin, yəni qalovka diseklərin məsələn 1-də dediyim kimi və yaxud 2-dədirsə 2-də, 3-dədirsə 3-də. Çöldə elədiyiniz kimi menüdə də gəlib onun ustalık karantina olan yerdə yaxud P2 uydu ayarları və yaxud P2 ayarları olan yerdə onu quraşdırıb P2 ayarları olan yerdə dediyim kimi onu quraşdırıb, yəni LNB 1, 2, 3, 4 eləyərək, yəni sözüm təkrar olmasın. Bunu ölçü çox deyirəm ki, yaddaşınızda, nəzərinizdə onu saxlayasınız. Çöldə elədiyi 3-də qoymuşsa 3-də, 4-də də qoymuşsa 4-də və yaxud 2-də əks olaraq qoyursuz, gəlirsiniz menüdə də həmən də port 1, port 2, port 3, port 4, bir-biri o orada qoyduğunuz vəziyyəti, çöldə qoyduğunuz vəziyyəti 3-ə qoymuşsa 3-ə eləyib gəlib onu orada da menüdə də elə eləyəsiniz ki, siqnal gəlsin. İstər Azərbaycan, istər Türkiyə. Elə hər məsəl üçün digər girişdə, məsələn Türkiyə girişdə bağlanıbsa, onu da dediyim kimi həmçinin 3-də qoymuşsa 3-də, 4-də qoymuşsa 4-də gəlib onu menüdə də port 1 və yaxud LNB1, port 2 və yaxud LNB2 belə bir yoxlayın, qoyduğunuz, çöldə qoyduğunuz vəziyyəti saat əqrəb kimi 1, 2, 3, 4 eləyib, gəlib menüdə onu eləyib, ondan sonra siqnal bərpa edə bilərsiniz. Yəni ümumiyyətlə deyirəm, bir də başa qayıtmaq kimi olmasın, tarikalarınızı əgər möhkəmdirsə, yerindən tərpənmirsə, dəyməyə, qurcalanmağa
əl vurmayın qardaşlar. Yəni tərəkə möhkəmdirsə qurcalamayın. Bu qədər dostlar. Özünüzə müğayət olun, Allah manında. Diqqətiniz üçün sağ olun. Əlavə suallarınız varsa elə bölümdə yazıb və fikrinizi bildirə bilərsiniz, soruşa bilərsiniz. Çox sağ olun. Kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Bu qədər dostlar. Allah'a emanet.